Salam əziz dostlar. Keçən həftə bildiyiniz kimi traktor oyununda bir sıra olaylar yaşandı və bunların e, yenə də həmişə olduğu kimi böyük bir qismi e, rəsmi dairələrdə və orqanlarda danışılmadı, üzərində durulmadı. Bu olayların ən başlıcası, ən önəmlisi ırqçılıq və ikincisi isə qadına qarşı sözlü şiddət və ədəbsizlik idi. Bunun hadisələrin keçmişi var və bunun zirvəsini də İran Ruznaməsinin karikaturunda görmüşdük. İndisi var, günümüzdə yaşanır və belə ki görünür, gələcəkdə də yaşanacaq. Amma biz unutmamalıyıq ki, bütün bunlara rəğmən unutmamalıyıq ki, bizə qarşı olan güclərin sözlərinə cavab verdiyimiz zaman hətta onda belə enerji itiririk. Onların yazdıqları senaryoların bir oyuncusu oluruq. Bəs bunun yerinə biz nə etməliyik? Bunun yerinə biz öz məsələlərimizi içinə alan mühtəvalar tövlid etməli, bir-birimizin işlərimizi dəstəkləməli və onu görünür hala gətirməliyik. Məsələlərimizi özümüz danışmalıyıq. Bu doğrultuda biz Azərbaycanın ictimai siyasi fəallarını və elm adamlarını əlimizin yetdiyi qədərilə dəvət edib onların fikirlərini, görüşlərini və məsələlərə münasibətlərini sizə çatdırmaq üçün bir körpü olmağa çalışırıq. Və ümid edirik ki, gələcəkdə aydınlarımız və elm adamlarımız öz fikirlərini paylaşmaq üçün Azərbaycan Civic Nation və Ətək yazı ilə irtibata və əlaqəyə keçsinlər. Bugünkü qonağımız dil sosioloji üzərinə uzman Vahid Qarabağlıdır. Vahid bəy, bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirəm. Bilirəm ki, siz 2019-cu ildə futbolla bağlı, traktor takımı ilə bağlı, özəlliklə traktor timi ilə bağlı çox yaxşı bir akademik məqalə yazıbsınız ingilis dilində və bizə deyəcək çox sözünüz var bu konuda. Ona görə də mən sizə sual vermək istəyirəm. Futbolda ırqçılıq özünü necə göstərir? Futbol və sosial mübarizə, futbol və milli kimlik arasında necə bir bağ qura bilərik və bu bağ genel olaraq necə qurulur? Buyurun. Çox sağ olun Lalə xanım dəvətiniz üçün və bu verdiyiniz fürsət üçün. Yəni futbolda olan ırqçılıq əslində toplumda olan ırqçılığın bir təzahürüdür və bir parçasıdır. Əgər bir toplumda bir ırqçılıq varsa da bu futbolda da özünü göstərir, orada da təzahür edir. Necə ki stadionlarda insanlar ırqçı şüarlar verdiklərində o toplumda olan o ideolojik olan ırqçı söylemləri yenidən öğretirlər və yenidən yaradırlar və yayırlar. Yəni orada futbol qarşılaşmaları fərqli qrupların bir-birinə ideolojik olaraq qarşılaşması olaraq da görülə bilir. Məsələn, İranda, Tehranda keçirilən oyunlarda Türklərə qarşı, Azərbaycanlılara qarşı ırqçı şüarlar verildiyində, məsələn, Türkiyə xeyr şüarı səsləndirdiyində, bu əslində İranda ırqçı bir söyləm ki var Türklərə qarşı, Türkləri qeyri-insanləşdirmə, Türkləri ötəkiləşdirmə, Türkləri və Azərbaycanlılara yəni ötəki göstərmə söyləmini orada ürətirlər və orada gələn o Tehranlı fars izləyici o özündə öyle bir kimliyini elənci ifadə edir. Bu hangi kimliyidir? Bu ırqçı bir İran toplumunda yaradılmış bir üstünlük kompleksi kimliyidir. O düşünür ki o Türklərdən daha üstündür. Türklər insan deyil, Türkiyə xər demək olar, Türkləri təhqir eləmək olar və bununla da öz o İran toplumunda tarixi olarak, sosyolojik olarak geçen yüzyılda yaratılmış bu etnik hiyerarxikal ilişkiler, subjektivlər, kimlik anlayışlarını ifade edir. O kendi özünde olan o ideolojik o his ki vardır. Ve bunu ifade ederek o toplumdaki o özünün olan tərif edilən o toplumda ırqçı bir söylem içində və qurumsal bir praktiklər, fəaliyyətlər içində o üstünlük ilişkilərini yenidən tövlid edir və futbol bunun üçün, yəni futbol bunun üçün fəza yaradır, bir arac olur. Ona görə ki futbol oyunları, stadionlar bir iç toplumsal alanlardılar, umumi fəzalardılar və onlarda ehsasat olur, emotion olur və
kollektiv bir kimlik identitini yayma üçün uyğun bir yerler olur və bu biz və o ötəki qarşılaşması olaraq bir alan olur. Və o İranda da o ötəki türklər olur. Məsələn, Azərbaycanlılar Tehrana gedəndə hər zaman ötəki olaraq gözlə baxırlar. Onların dinləri, ləhcələri, şivələri, onların hardan gəlmələri. Ona görə futbol sahələri, stadionlar irqçılığın və yayılmasında doğrudan bir aracılar, bir fəzadılar. Bu sadəcə irqçılıqla belə deyil, bu həm də ki, başqa bir ötəkiləşmə ilişkilərində də belədir. Məsələn, seksizmdə belədir, qadın məsələsində belədir. İranda görürük ki, bu keçən oyunlarda gördük ki, məsələn, seksiz şüarlar da verirlər. Çünki futbol İranda və dünyanın hər çox yerində gələnəksel olaraq kişilərin təzahür etdiyi bir alan olur və qadınlar İranda stadiona gedə də bilmirdilər keçən ilə qədər və indi məhdud edirlər. Yəni biz futbola bu irqçılıqla bu əlaqədar baxa bilərik. Demək ki, toplumda orada olan səslənən şüarlar toplumda var olan o söyləmlərin orada təzahürüdür, oradan yayılmasıdır və biz bunu görürük ki, bu həm də mediadan da yayılır. Yəni İran orada yayılan şüarlar sadəcə orada qalmır. İran televizyonu bunu media ilə yayır və bunu milyonlarca insana yenidən o türklərə qarşı olan təhqiri, o irqi ilişkiləri, ideolojilərin normallaşdırılmasına, yayılmasına səbəb olur. Və son günlərdəki bu səssizlikləri ilə də buna heç bir etiraz olmayıb, heç bir cəza olmur. Bu birinci dəfə deyil. Traktor timi və tərəfdarları İran digər şəhərlərində, mərkəz şəhərlərində hər zaman bu irqçi və iyrənc şüarlarla üzləşirlər, bu şüarlar səsləndirilir. Və İran toplumunda bu o qədər normallaşmış ki, əslində bunu normal olaraq qarşılayır. Heç buna qarşı bir mübarizə də aparmırlar. Çünki sistemin özündə irqçilik vardır. Futbol irqçiliyin onun da bir sahəsidir. Yəni bunun eğitimində, bunun mediasında, filmində, sinemasında türklər təhqir olur, türklər alçaldılır. Keçənlərdə məsələn bir xəttati müsabiqəsində türklərə qarşı necə təhqiramiz ifadələr işlədilmişdir. Yəni bu futbol orada olan irqçılıq o irqçılığın bir parçasıdır, onun bir uzantısıdır. Ona görə də ki, yəni İranda irqçılıqla mübarizə sadəcə futbolda olan irqçılıqla mübarizə önəmlidir, amma bütün ölkə səviyyəndə bu irqçılıqla mübarizə edilməlidir. Və bu dil sahəsində, ekonomik sahəsində, siyasət sahəsindəki bu güc balansı dağılsın və daha bir qrup özünü o mövqeyiyyətdə görməsin ki, digər qrupa bu qədər qeyri-insani ifadələr işləsin. Çox sağ olun, əziz Vahid bəy. Çox önəmli bir nöqtəyə toxundunuz. Çünki mən bilirəm ki, 2010-cu ildə də elə, yəni hani sizin məqalənizin yanı sıra 2010-cu ildə də doktor Əlirza Əsgərzadə başda olmaqla eyni təhqirlərə, eyni şəkildə olan təhqirlərə, futbol meydanlarından səslənən təhqirlərə uzun bir etiraz məqaləsi yazaraq FIFA-ya şikayət olunmuşdu. Bəs bunu Azərbaycanlıların reaksiyası sizcə necə olmalıdır? Yəni bu məsələyə reaksiya deyəndə də bəlkə düz çıxmır, reaksiya deməyək. Yəni bunu məntiqi bir şəkildə sizcə necə dəyərləndirmək olar? Bizim insanlarımız nə etməlidirlər bununla müqabilə etmək üçün? Ən yaxşı yol nədir sizcə? Yəni bizim insanımız irqçılıqla 100 ildir mübarizə edir. Müxtəlif alanlarda, müxtəlif sahələrdə bunlara üzləşir. Bütün həyatlarında, gündəlik yaşamlarında bunlarla üzləşirlər İranda və bunlarla fərqli yollarda mübarizə edirlər. Bu traktor sizin birinci sualınızda bu sosial hərəkətlər necə sporda olur? Əslində bu traktor bu mübarizənin bir yönüdür, bir yoludur, bir fəzasıdır. Yəni İranda futbol da irqçılıqla, millətçiliklə iç-içədir. İran məsələn milli takımına hər zaman şüar seçəndə məsələn bir dəfə seçirlər Şahzadəganə Parsi ləqəbi verirlər. Bir dəfə seçirlər nə bilim Pələnghay Parsi, Şirhay Parsi belə ləqəblər seçirlər. Bu yəni göstərir ki, futbol və spor bir ideolojik bir
şeydir və burada Fars millətçiliyi, Fars mərkəzli bir kimlik yaradılır futbol üzərindən və bu İran o şüarları seçəndə sanki ölkənin bütün kimliyini o Fars mərkəzinə qoyur və Şahzadə Parsı kimi takımı kendi zehnində elə təsəvvür edir və millətə də elə aşıyır. Və hətta bu İllər boyu bu traktor, bu Persepolis timi, yani Persepolis özü milliyetçi bir ideolojik bir Həxameniş döneminden bir tim şeyin adıdır. Getirip time bulmuşlar. Ve illər boyu bu Persepolis istiqlalı sadece İran'da umumi herkesin bir timi olarak təbliğ etmeye çalışmışlar. İndi traktor ortaya çıkmış ve traktor Azərbaycanı temsil edir. Azərbaycanla Təbriz mərkəzi temsil edir. Ve buradaki o merkeziyetçi Fars milliyetçiliği üzerinden təbliğ olmuş Persepolis bu İran'da fərqlilikləri, etnik fərqlilikləri, regional fərqlilikləri silmeye çalışan bu bir polisiya, bu ideolojini sorgulayır ve İran'da fərqli grupların, fərqli identitlər, kimlik bağlantılarının olduğunu üzə çıxır. Və traktor bunu edərək əslində bu reaksiyalar ki görürük traktor tərəfdarlarına qarşı bu iqti şüarlar, o ondan rahatsız olmalarıdır. Bu onları rahatsız edir. Çünkü traktor oyunlarında bu şuar, insanlar ki burada Türkçe şuar vermeleri ve traktor üzerinden Azerbaycan'a aidiyetlerini ifade etmelerini, Azerbaycan'ın merkez koymaları, öz dillerinin merkez koymaları bu merkezi rahatsız edir. Çünkü merkezleştirici siyaseti parçalayır ve onu sorgulayır. Ona göre de bizim bundan sonra da mübarizemiz belə mədəni şəkildə olmalıdır. Biz özü ora gedib belə öz şüarlarımızı verməklə, Türkçə plakatlar açmaqla və Azərbaycanla bu traktorun bağlantısını ifadə etməklə bu iqti siyasəti sorgulayaraq və bunu sorgulamaya da devam etməliyik. Eyni zamanda da biz sesimizi dünyaya da çatdırmalıyıq, FIFA'ya da şikayətimizi etməliyik, dünyanın bir çox yerində mediada ifadə etməliyik ki, İranda bu sadəcə futbolda olan məsələ deyil, bu bir sistematik bir irqçilik məsələsidir və biz görürük ki, İran mətbuatında, İran gazeteciləri, İran faallar da buna sessiz qalırlar. Çünki onlar da bu ideoloji sistemin, irqçi sistemin davamının sağlayırlar, səssizlikləri ilə və normal göstərmələri ilə və biz isə öz səsimizi eşitdirməklə bunun normal olmadığını, bunun böyük bir etnik irqçılıq, ayrımcılığın bir parçası olduğunu və onun futbolda təzahürü olduğunu göstərməliyik. Amma bu futbola limitli deyil, bütün alanda gedən bir mübarizənin parçasıdır. Mesela bütün Azərbaycanlı qadınlar və bir futbol alanda mübarizə özlərini göstərmək üçün illərincə deyib dağlarda, təpələrdə durub şüar verirdilər. Yəni traktor bir mücadilə, mübarizə alanı yaradır. Sadəcə dil açısından deyil, Güney Azərbaycandakı, İrandakı bu cinsiyyətçi, siyasətə, futbolda olan sportlarını ona da mübarizəyə alan açır. Və bizim orada gedirdilər bəzən xanımlar, qadın kişi paltarı geyib gedirdilər stadiuma ki, yəni fərqli molların bu etirazlarını bildirirlər, dirənirdilər. Traktor bu dirənişin təmsil edən bir takımdır İranda və bu dirəniş ruhu ilə də məncə bizim üçün bir aracıdır, bizim üçün bir fəzalar yaradır İranla bağlı toplumun içində stadionlar və biz bunu da istifadə etməyə devam edəcəyik. Əlbəttə ki, bunun məhdudiyyətləri də var, çünki İran içində fəaliyyət edən bir takımdır. Ondan sonra devlətin siyasətləri də var. Amma biz məhdudiyyətlərə qarşı zaten bu vəzənimizi onlarla birlikdə edirik və bu bütün zaten ötəkiləşmiş qruplara aid bir məsələdir. Ona görə biz mübarizəmizi fərqli yollarla, şüarlarımızla, mədəni şüarlarımızla və onların oyunlarına gəlmədən, onların o iqti şüarlarının oyunlarına gəlmədən öz anti-iqti şüarlarımızı verməklə öz sesimizi dünyaya çatdırmalıyıq, millətimizə çatdırmalıyıq. Çox sağ olun əziz Vahid bəy. Çox önəmli nöqtələrə işarə etdiniz. Xüsusilə məktub eləmənin əhəmiyyəti, yazmağın əhəmiyyəti. Hər kiçik addım gələcəyə, tarixə bir qaynaq oluşturur. Ümid edirəm ki, həm aktivistlər, həm futbol timində olan insanlar, həm də alimlərimiz bu nöqtəyə əsaslı diqqəti yetirərlər. Çox təşəkkür edirəm dəvətimizi təkrar qəbul edib gəldiyiniz üçün. Var olasınız bu müsahibəni bizə verdiyinizə görə. Sağ olun. Çox sağ olun. Mən təşəkkür edirəm verdiyiniz fürsət üçün.